Orxan Yaqubov var. Bəli, bioloji təbabət. Bioloji təbabət baş direktoru. Masallıda və Sumqayıtda klinikaları var. Göyçayda poliklinikası var və indi böyük bir xəstəxana titirir. Bundan başqa, o baş direktordur. İdarə təxminən belə bir şey. Çexiyada bir neçə ay bundan qabaq idarə etmənin nə isə bunun adı yadından çıxdı. İndi mən o qədər də vacib deyil ki, onu olduğu kimisə deyim. Üzrə doktorluq müdafiə edibdir. Elmlər doktorudur bu sahədə. Tibb üzrə yox, tibbin idarə edilməsində. Yəni bu Azərbaycanda bir ilkdir. Çox təvəkkülkar adamdır. Elədikləri şeyləri qətiyyən deməz, reklam elətdirməz, gəlin çəkin, falan edin. Belə şeylər yoxdur bunda.